Bu həmin o zirehli mankendir. Baltamız da çox itidir. Yəni öz babamın baltasıdır. Bir 70-80 ilin baltasıdır. Bu ilə vuraq görək mankenin dözümlüyü nə qədər güclüdür. Gördüyünüz kimi var udarla vuram. Qolum ağrıdı. Zirehə heç nə olmadı da gördüyünüz kimi. Gəl yaxından çək. Heç nə yoxdur. Tərtəmiz. Nə qırığı var, nə çatı var. Hər şey süper mükəmməl. Siz də əgər öz maşınlarınızı və yaxud detallarınızı zirehletmək istəyirsinizsə, mütləq şəkildə Gürkada müraciət edə bilərsiniz. Hələlik. Hər kəsə salam. Bildiyiniz kimi bu videonu paylaşmışdıq biz. Zirehin dözümlüyünü yoxlayacaqdıq. Qardaş dedi ki, gəlib mən özüm zərbə indirəcəm. Mən yox. Balaca gəlib indirəcəm. Balaca kimdir? Ay maşallah, balaca budur. Balacadır, balaca. Mənim balacam. Fərqi yoxdur. Ya kim gəlir gəlsin, mümkün deyil. Balaca nə deyir bu? Bu şeydir. So, keçdi video. Edirəm balaca. Partlatı malikeni. Davay. Ya Allah, davay. Ay başına. Aldı, bəsdir. Bu mankeni nə var? Vurub qırmağa. İndi keçək zirehli mankeni. Yaxşı mankeni gördüyünüz kimi balaca rahatlıqla, yəni bir zərbəyə qırıq elədi. İndi keçdik bu zirehli mankeni. Görə bu zirehli mankeni nəsə eləyə biləcək? Parçala bunu balaca. Eyni şeydir, burası rəngli qara. Güvənirəm sana. Davay. Saxlayaq indi videomuzu. Dayan, nətər yəni? Qoy. Kuvatla yoxlayacaq. Yəni heç bir dünyada yəni belə bir yoxlanış olmayıb. Mankeni kuvatla vurmayıblar. Görək kuvatla nə olacaq? Mən özüm də yoxlamamışam şəxsən. Özümə çox maraqlıdır. Bir dayan görüm hə. Bək vur. Ürəklə. Buna heç nə olmur qardaş. Balaca gəl də, balaca hara getdi? Balaca gəlsin. Balacanı yolladım, biraz yeməmişdi bu gün. Kesin biraz yeməkdən zaten yesin, cana gəlsin, belə olmaz. Yemək üçün insan bir dənə vuraraq. Gəl burası, gəl. Olan məsələ deyil. Söylə, burada yaxşıdır. Balaca, bol darla vurdun hə buna? Sən ö, gəl bir dənə də çəkək kadrı.